Allahın Rəhman, Rəhim adlarının mənası nədir? Bu iki söz arasında fərq var. Bəlkə də hər gün neçə dəfə Bismillahirrahmanirrahim ayəsini oxuyuruq, xüsusilə işlərimizə başlayarkən. Allahın Rəhman və Rəhim adları daha qabarıq görünür. Gəlin bu adların müştərək və fərqli cəhətlərinə göz ataq. Rəhman və Rəhim vəsfləri rəhmət maddəsindən törəmiş iki sifətdir. Rəhmət nə deməkdir? Rəhmət təsir qəbul edən xüsusi bir daxili haldır. Qəlb hər hansı bir şeyi olmayan və ya öz çatışmazlığını tamamlamaq üçün bir şeyə ehtiyac duyan birini gördükdə təsirlənərək xüsusi bir daxili vəziyyət alır. Belə ki, qəlb həmin anda dağınıqlıq və pərakəndəlikdən çıxıb qətiyyət və qərarlılıq halına keçir. Biz buna empatiya halı da deyə bilərik. Digər insanların duyğularını, ehtiyaclarını və vəziyyətini dərindən hiss etmək və başa düşməkdir. Digər şəxsin ehtiyacını, əskiliyini hiss edərək onun durumundan təsirlənib ona kömək etmək istəyinin yaranmasıdır. Lakin diqqət, bu mənada olan rəhməti, yəni qəlbin təsirlənməsini və ya haldan hala düşüb dəyişməsini Allaha aid etmək olmaz. Çünki Allah haqqında qəlbin təsirlənməsi kimi məxluqata aid olan naqis xüsusiyyətlər işlənə bilməz. Biz insanlar Allahı özümüz kimi təsəvvür edirik. Sanki Allahın da emosiyaları var. Qısqanır, qəzəblənir, sevinir, gülür, küsür və s. Lakin Allah belə sifətlərdən pak və uzaqdır. Ona görə də rəhmətin belə naqis cəhətlərini Allah barədə danışarkən çıxarmaq lazımdır. Yalnız qalan mənanı, yəni nemət bəxş etmək, ehsan etmək və möhtacın ehtiyacını ödəmək mənasını Allaha nisbət etmək gərəkdir. Rəhman kəlməsi mübaliğə, yəni çoxluq, şiddət bildirən qəlibdəndir. Bu, rəhmətin çoxluğuna dəlalət edir. Rəhim kəlməsi isə sifət-i müşəbbəhədir, yəni rəhmətin sabitliyi və davamlılığına dəlalət edir. Buna görə də Rəhman kəlməsi mömin və kafirlərdən ibarət bütün insanlar və məxluqlara şamil olan çox və bol rəhmətə dəlalət edir. Elə Quranın bir çox yerində də məhz bu mənada istifadə edilir. Məsələn, Quranda oxuyuruq ki, Ər-Rahmanu aləl-ərş istəva. Rəhman ərş üzərində qərar tutdu. Yəni, Allahın bütün varlıqlara hakim olan ümumi rəhmətinin məzhəri ərşdir. Lakin təəssüflər olsun ki, bir dəstə müsəlman ərş deyərkən bir taxt, tac hesab edirlər və təsəvvür edirlər ki, Allah da həmin bu taxt, tacın üzərində qərar tutub. Lakin biz bu fikirlə razı deyilik. Rəhim sözü isə Allahın daimi nemətinə və sabit əbədi rəhmətinə dəlalət edir. Bu elə bir rəhmətdir ki, yalnız möminlərə əta olunur. Necə ki, Allah Teala Quranda buyurub, وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا. Allah möminlərə qarşı rəhimlidir. Yaxud başqa bir ayədə oxuyuruq. İnnəhu bihim raufur rahim. Həqiqətən Allah onlara qarşı şəfqətlidir, rəhimlidir. Allah Taala'nın Rəhman sifəti onun ümumi rəhmətinə işarə edir. Dost, yaxud düşmən, mömin, yaxud kafir, yaxşı yaxud pis insan olmasına asılı olmayaraq, hamı Allahın bu rəhmət süfrəsindən faydalanır. Rəhim sifəti isə Allah Taala'nın xüsusi rəhmətinə işarə edir. Bundan yalnız onun əməli salih bəndələri faydalanırlar. Çünki onlar iman və yaxşı əməllər nəticəsində pis insanların faydalana bilmədiyi xüsusi rəhmətdən bəhrələnmək hüququ qazanıblar. Maraqlıdır ki, Rəhman sözü Allah Taala'ya xas sifətlərdəndir. Ondan başqası haqqında işlədilməz. Rəhim sözü isə həm Allah, həm də ondan başqası haqqında işlədilə bilər. Necə ki, Quranda, məsələn, Həzrət Peyğəmbərimiz sallallahu aleyhi və səlləm barəsində belə deyilir. Şübhəsiz ki, sizə özünüzdən bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. Sizin haqq yola yönəlmənizdə israrlıdır, möminlərə qarşı şəfqətli, rəhimlidir. Bu mövzunu Peyğəmbərimizdən nəql olunan bir hədislə tamamlamaq istəyərəm. Allah Taala'nın rəhmətinin 100 dərəcəsi var. Onlardan birini bu dünyaya nazil edərək məxluqatın arasında bölüşdürüb. Məxluqatın arasında olan mərhəmət hissi bax ona əsaslanır. Digər 99 dərəcəni isə qiyamət gününə saxlayıb ki, bəndələrinə rəhm etsin. Əlbəttə bu hədisdəki 100 dərəcə fiziki hesablama sayı deyil. Sadəcə insanların zehnində təsəvvür yaransın deyə bu cür ifadə olunub.